Salam dəyərli kanal izləyicilərim, hər birinizi salamlayıram. İzahlar silsiləmizə qaldığımız yerdən davam edirik. Bugünkü izahımız isə monitoring 8-ci izah olacaq. Bundan əvvəlki video izahları izləmək üçün kanala abunə ola bilərsiniz. 7 monitoring izahı və bir dənə də yekun monitoring izahı kanalımda yerləşdirilib, keçid edib baxa bilərsiniz. Gəlin sualımızla başlayaq. ABB ədədlərinin ortaq sayda qruplarının hasili 15. Əkobu, yəni ortaq sayda qrupların hasili nə deməkdir? Əbobları 15-dir, əkobları isə 360-dır. Bu ədədlərin ortaq olmayan sayda qruplarının hasilini tapın. Burada biz hansı düsturdan istifadə edəcəyik? Əkob AB-nin əbob AB-yə nisbəti nəyə bərabərdir? C-yə bərabərdir. Yəni, bizim ədədlərin əkobu 360-dır və onların əbobu isə 15-dir. 360-ı 15-ə bölərik. Nəticəmiz olar 24. Doğru cavabımız olacaq A variantı. 27-ci sualımız tənliyi həll edin. Əməllər sırasına burada diqqət eləməlisiniz. Nisbətən bir çox şagirdin təsvir istəkli tənlik tiplərindən biridir. Gəlin əvvəlcə mötərizənin içini sadələşdirək. Mötərizənin içində vurma əməlləri görürük. Baxın, ardıcılı yazaq. 96 çıxılsın. Birinci mötərizəni vuraq. 2 vurulsun. 3x topla 1. 2-ni 3x-ə vursaq 6x topla 2 və çıx 27. Baxın, bu bir mötərizədir. Artıq o digər mötərizəni də bağlayaq. Bölünsün 9 çıxılsın 4 bərabərdir 1. İndi digər mötərizəni sadələşdiririk. 96 çıxılsın. Burada 6x çıx 25 qalacaq. Yəni, yenə də ətrafda yazaq. 6x çıx 25 böl 9 çıx 4 bərabərdir 5-ə. 96 çıxılsın. Mötərizəni vurub açırıq. 3-ü 6-ya vuran zaman 18x. 3-ü 25-ə vuran zaman 75. Artıq mötərizənin biri də getdi. Bölünsün 9. Çıxılsın 4. Bərabərdir 5-ə. Mötərizəni yenə sadələşdiririk. 96 ilə 75-i toplayan zaman 171 edəcək. 171 çıxılsın 18x bölünsün 9. Buradan da 5 ilə 4-ü toplayan zaman 9-a bərabər olacaq. 171 çıxılsın 18x bərabərdir 81-ə. Buradan da mənfi 18x bərabərdir 171-i də sağa keçirərəm. 171-dən də 81 çıxan zaman nəticə olacaq mənfi 90. Mənfi 90. X-də tapmaq üçün 90-ı 18-ə bölərik. Cavabımız olar müsbət 5. Doğru cavabımız 27 olacaq. B variantı. 28. Məxrəci 19 olan ən böyük düzgün kəsir. Məxrəci 19 olan ən böyük düzgün kəsir 19-da neçədir? 19-da 18-dir. Deyir, bu kəsir 38-in tərsindən neçə dəfə böyükdür? 38-in tərsi isə 38-də 1-dir. Neçə dəfə böyük olduğunu tapmaq üçün bunu bölərik. 38-də 1-ə. Bölən zamanda biz bilirik ki, işarə vurmaya keçir və kəsirində tərsinə vurulur. 38-də 1-in tərsi ilə 38-dir. 38-də 19-a bölən zaman 2 qalacaq. 2-ni də 18-ə vuran zaman 36 dəfə böyük olmuş olacaq. Doğru cavab olacaq. 28-ci sualımızda B variantı. Iyirmi 9-cu sualımız. Azalan, sıxılan və fərqin cəmi 180-dir. Azalan, sıxılan və fərqin cəmi 180-dir. Fərq isə azalan 20%-nə bərabərdir. Yəni, fərq bərabərdir. Azalan vurulsun 20, bölünsün 100. Bu da bərabərdir. Azalan bölünsün 5-ə. Yəni, buradan azalan bərabərdir 5 fərqə. Bir də biz bilirik ki, azalandan sıxılanı çıxanda fərqə bərabər olur. Ona görə gətirib yerinə yazsam. Azalanın yerinə 5 fərq, çıxılsın çıxılan bərabərdir fərqə. Buradan da çıxılan bərabər olur 4 fərqə. Gətirib yerinə yazırıq. Azalanın yerinə 5 fərq, çıxılanın yerinə 4 fərq, topla fərq bərabərdir 180-ə. Buradan da 10 fərq 180-dirsə, fərqimiz olacaq 18. Fərq 18-ə bərabərdirsə, çıxılanı da tapmaq üçün
Çıxılanda 4 fərq tapmışdıq. Yəni 4 vurulsun 18 bərabərdir 72 olacaq. Doğru cavab olacaq C variantı. 30-cu sualımız. Satıcı 3 kiloqramı 12 manata aldığı meyvənin 6 kiloqramını 30 manata satır. O satışdan neçə faiz gəlir əldə edir? Deməli 3 kiloqramını 12 manata alıbsa, bunun 6 kiloqramı olacaq 24 manat. 1 kiloqram 4 manat. 6 manat da xeyir edibdir. 6-nı bölərik 24-də, bölərək 100%. 24 ilə 6 gitsə gedər 4 qalar, 100-də 4-ə bölən zaman 25% edəcək. Səncərin 6 gündə gördüyü işi Ural 12 gündə yerinə getirir. İkisinin birlikdə 24 gündə yerinə yetirdiyi işi Ural tək başına neçə gündə yerinə yetirir? Deməli, Səncər Uraldan 2 dəfə daha sürətli işləyibdir. Uralın gördüyü işi x-lə, Səncərin gördüyü işi 2x-lə işarət etsək, 2 dəfə daha sürətli işlədiyi üçün x-i birlikdə 3x olacaq. Gördükləri işi toplasaq 3x, 3x. Və burada 24 günə yerinə yetirirlər. 3x-i də 24-ə vursaq 72x. Uralın da Ural tək başına neçə gündə yerinə yetirir? Yəni 72x-i də x-ə bölsək 72 günə yerinə yetirmiş olacaq. Doğru cavabımız olacaq B variantı. Otuz ikinci sualımız. O x oxuna nəzərən 3-6 nöqtəsində simmetrik olan nöqtə. O x oxuna nəzərən ümumiyyətlə simmetrik nöqtəni tapmaq üçün həmişə hansının adı çəkilirsə həmin koordinat olduğu kimi qalır, digəri əksinə dəyişir. Deməli, x oxuna nəzərən deyirsə, x-in koordinatı olduğu kimi qalacaq. Y-in koordinatı əksinə dəyişəcək. Doğru cavab olacaq B variantı. Tefloxod iki körpü arasındakı məsafəni çayın axını ilə 4 saata, axına qarşı 4 saata gedir. Axına qarşı isə 6 saata gedir. Çayın axma sürəti 4 km/saat olarsa, körpülər arasındakı məsafəni hesablayın. Deməli, belə yazaq. V tefloxod və çay. Axınla gedəndə sürətlərimiz toplanır. Deməli, axınla gedən zaman sürətlər toplanacaq. V tefloxod topla V çay. Və vurulsun zamanımız da 4 saatdır, bərabərdir. Axına qarşı isə çıxılacaq. V tefloxod çıxılsın V çay, zamanımız da 6 saatdır. Burada birini x ilə işarə edək. Digərdə 4-dür. Çayın da axma sürəti 4-dür. 4x topla 16 bərabərdir. 6x çıx 24. Baxın, yuxarıdan qeyd edirəm. V tefloxodun yerinə x yazıram. V çay isə şərtdə verilib 4-dür. 50-yi həll edirik. 4x 6x-in yanına keçirən zaman 2x olacaq. 24-də 16-nın yanına gətirən zaman 40 olacaq. X olacaq 20. Yəni tefloxodun sürəti 20 olacaq. Tefloxodun sürəti 20, çayın sürəti isə 4-dür. Körpülər arasındakı məsafəni də tapmaq üçün sürətləri toplamalıyıq. Yəni 20 ilə 4-ü toplayırıq 24 və çayın axma sürətinə vurmalıyıq. 24 vurulsun 4, 96 kilometr. kilometr edəcək. Doğru cavabımız olacaq A variantı. 34. Silindrin həcmini tapın. Silindrin həcmi V bərabərdir. S oturacaq. Vurulsun 8-dir. Oturacağın radiusu 5-dir. 5-in kvadratı 25. Vurulsun P-nin qiyməti 3. Hündürlüyü isə 8-dir. 28-ə vuran zaman 200. 200 ilə 3-ə vuran zaman 600 cm kub edəcək. Doğru cavabımız olacaq D variantı. 34-cü sualımız D variantı.
35-ci sualımız. Mərkəzləri A və B nöqtələrində olan çevrələr bir-birinə xaricdən toxunur. AB məsafəsi 32, AC məsafəsi 12-dirsə, BC məsafəsini tapmaq üçün 32-dən 12 çıxmalıyıq. Cavab olur 20 sm. Doğru cavab olur B variantı. 36. Aşağıdakı şəkil 8 bərabər hissəyə bölünüb. Rənglənmiş hissənin yarısına bərabər olması üçün şəklin əlavə olaraq hansı hissəsi rənglənməlidir? Gəlin baxın sayaq. 8 hissədən ikisi rənglənib, 8-də 2. Bu da yarıma bərabər olması bərabərdir 4-də 1-ə. Deməli, 4-də 1 hissəsi rənglənməlidir. Doğru cavabımız olur 36-da B variantı. Düzbucaqlı paralelipipedin eni 3, uzunluğu 5, hündürlüyü onun tellərinin uzunluqları cəmini tapın. Deməli, telləri burada telləri cəmləyib 4-ə vurmaq lazımdır. Yəni 4 vurulsun 3, topla 5, topla 4. 4 vurulsun 12, 48 santimetrə bərabər olacaq. Doğru cavab olacaq D variantı. Deməli, bir növbəsində 6 edən yeri sorulduqda o deyir ki, önümdəkilər arxamdakıların 3 mislinin yarısından 7 nəfər azdır. Arxadakıları x götürsək, öndəkilər də bunun 3 mislinin yarısından 7 nəfər azdır və bunlar bərabər olmalıdır. Çünki mən deyim növbənin tam ortasındayım. X bərabərdir 3x bölü 2 çıx 7. Bunun da hər tərəfini 2-yə vursaq, 2x bərabərdir 3x çıx 14. X də bərabərdir 14. Deməli, öndə də 14 nəfər var. Arxanı tapsaq, 3 vur 14 bölü 2 çıx 7. Bu da 14 edəcək və bir nəfər də 6 ayın özü. 14 topla 1 topla 14. 29 nəfər edəcək. Doğru cavab olacaq D variantı. İmtahanda 4 səhv bir düzə aparır. Həmin imtahanda iştirak edən şagird 76 sual yazdı və 51 bal topladı. Bu şagird neçə suala səhv cavab verib? 1 sualda, bir doğru sualda 1 baldır. Deməli, 39-cu sualda balın hesablanma düsturunu yazsaq, 51 bal toplayıb. Bal bərabərdir, yəni 51 bal bərabərdir. Ümumi sual sayından 76 çıxılsın. 4 səhv, bir düz saydan çıxırıq səhv sualların sayını və 4-də 1-ini. Səhvlərdə bölürük səhv saylarını 4-ə. İndi burada da sadələşdirsək, 51 bərabərdir, 76 çıxılsın, 5s, yəni 5 səhv bölünsün 4. Buradan 76-dan sola keçirən zaman, yəni mənfi 5s bölünsün 4 bərabərdir, mənfi 25-ə. Mənfi 25-ə, buradan da s bərabərdir 20-yə. Yəni səhvlərin sayı 20 olubdur. 20 səhv suala cavab verir. 40-cı ədədi 3 bölü 10 nisbətində 3 hissəyə bölünür. Ən kiçik hissə verilmiş ədədin neçə faizdir? 3k, 4k, 13k. Ən kiçik hissə 3k-dır. 3k-nı bölürük. 3k-nın, 4k-nın, 13k-nın cəmini. Yəni 3k bölünsün 20k. Qalar ixtisar gedir. 120-yə bölən zaman 5, 5-i də 3-ə bölən zaman 15% edəcək. Doğru cavab olacaq B variantı. (41 və 42-ci sual). 41 çevrə xaricindəki nöqtədən çevrə üzərindəki uzaq nöqtəyə qədər məsafə 24-dür. Yəni A-dan Z-yə qədər məsafə 24-dür. Ən yaxın nöqtəyə qədər məsafə isə 6-dır. Yəni A-dan B-yə qədər məsafə 6-dır. Uzaq məsafədə 14 olduğu üçün B-dən Z-yə qədər də məsafə 18 olacaq. Bunlar da radius olduğu üçün hər biri 9 olacaq. Çevrənin radiusu olacaq 9 cm. C variantı. 42-ci sualımız. AB parçası 5 bərabər hissəyə bölünmüşdür. Hər birinə x yazaq. PB. P-dən B-yə qədər məsafə 4x-dir.
A-dan P-yə qədər məsafəsi x-dir. 4x-də x-ə bölən zaman cavab 4-ə bərabər olacaq. C variantı. Qırx üçüncü sualımız. Tip uzağı 60 dərəcə rombun kiçik diaqonalı 6 cm olsa, bu rombun perimetrini tap. Gəlin rombu çəkək. Deməli 60 dərəcə, kiçik diaqonalı. Kiçik diaqonal isə 6-dır. Rombun da tərəfləri bir-birinə bərabər olur. Baxın, bura 60 dərəcədirsə, bunlar da 60 olacaq. Çünki bu iki tərəf bir-birinə bərabər olduğu üçün bərabər yanlı üçbucaq olur. Əgər bir bərabər yanlı üçbucağın təpə bucağı 60 dərəcədirsə, o zaman o üçbucaq artıq olur bərabər tərəfli üçbucaq. 60 dərəcə. Ona görə tərəflər də artıq 6 olur. Perimetrdə olacaq 4 vur 6. 24 cm. 43-cü sualımız olur. B variantı. 44-cü sualımızda x, y, 0,5, x, y bərabər A, qalıq B olarsa, burada qalıq həmişə 5 olacaq. Məsələn, baxın, x, y, 0, 5. Bölünür x, y. Burada qalıq həmişə 5 qalır. Bura isə, məsələn, bir ədəd seçin, ixtiyar bir ədəd seçin. Tutaq ki, 45, 45 qoyun. Məsələn, x-ə 4 verin, y-ə 5. x-ə 4, y-ə 5. Gəlir, bir dəfə düşür. Sonra da 100 qalır burada. 5-i də 100-ə vuran zaman nəticə olur 500. Yəni, həmişə qalıq 5 olur. Qalıq sondakı ədədə. Əsat isə 100-ə bərabər olur. 5-i də 100-ə vuran zaman 500 edəcək. 45-ci sualımız. Beşinci sualımızda sadə tənasüb Türkiyənin çarpıcılar 8-6-nı ixtisara verə bilərsiniz. 2 ixtisar gedir, 3 dəfə 3. İndi isə vuraq, 3 vurulsun, 3x plus 6. Çalışın həmişə misalları sadələşdirin, daha sonra həll edin. 4 vurulsun, 2x topla 1. 9x topla 18 bərabərdir, 8x topla 4. 8x-i 9x-in yanına gətirirəm, x qalır. 18 də 4-ün yanına aparır, mənfi 14 qalacaq. Doğru cavab olacaq C variantı. 46. Hər sonraki ədəd özündən əvvəlkindən 1,3 dəfə böyükdür. Deməli, ədədin biri x-dir. Sonraki ədəd bundan 1,3 dəfə böyük, 1,3x olan 3 ədədin cəmi. Digəri isə bundan 1,3 dəfə böyükdürsə, deməli 3-də 5 vurulsun 3-də 5. 3-də 25. Digər ədəd baxın 1,3 vurulsun 1,3. Bu olur 3-də 5 vurulsun 3-də 5. Bu da olacaq 9-da 25. 9-da 25. Bunu da qarşı ədədə çevirsək. 2 tam 9-da 7 dedik. 2 tam 9-da 7x bərabərdir 196-ya. Bunların hər birini 9-a vursaq, gəlin bunlar düzgün olmayan kəsrə çevirib, hər tərəfini 9-a vuraq tənliyin. 5x topla 9-da 25x bərabərdir 196. Hər tərəfini 9-a vursaq, 9x topla 15x topla 25x bərabərdir 196 vurulsun 9-a. Buradan da 24x 49x bərabərdir 196 vurulsun 9. Yəni x bərabər 196 vurulsun 9 bölünsün 49. 196 9 ixtisar gedir 4 qalır. X də bərabərdir 36. Yəni bu ədədimizi tapaq. X 36-dır. Digəri 3-də 5 vurulsun 36. 12 vurulsun 5 60 olacaq. Digəri isə 9-da 25. Vurulsun 36. 36-dan 9 ixtisar gedir. 4 25 olan zaman 100 edəcək. Doğru cavabımız olacaq 100. Sonuncu suallarımız.
47-ci sualımız. Sinifdəki qızların sayı bütün şagirdlərin sayından 6 dəfə azdır. Bütün şagirdlərin sinifdəki oğlanların sayından neçə dəfə çoxdur? Qızlar x-dirsə, sinifdəki bütün şagirdlər 6x-dir, oğlanlar isə 5x-dir. Siz bütün şagirdlərin sayı sinifdəki oğlanların sayından neçə dəfə çoxdur? 6x bölünsün 5x. 1/2 dəfə çoxdur. Cavabımız olur 1/2. 48. 55-56 yaşlı qadın uşaqları 11-13-15 yaşındadır. Neçə il sonra uşaqların yaşları cəmi ananın yaşına bərabər olar. Deməli, neçə il sonra uşaqların yaşları desə, burada ananın da yaşı, uşaqların da yaşı eyni il qədər artacaq. Həmin ili x qəbul edək. 11 topla x, 13 topla x, 15 topla x bərabər 55 topla x. 3x, x-i götürəm, x-in yanına 2x bərabərdir. Burada deməli qalır 39. 39-u da 55-in yanına keçirən zaman 55 çıxılsın 39. 2x bərabərdir. 16, x də bərabərdir 8. Deməli 8 il sonra. 49 da vətər sualıdır. Yəni vətərin ayırdığı parçaların həsili bir-birinə bərabər olmalıdır. 6 vur x bərabərdir 4 vur 24. Buradan da x bərabərdir. 24-dən 6 x gedər 4 qalar. 4-ü də 4-ə vuranda 16. Aralarındakı məsafə 640 km olan iki məntəqədən birinin sürəti 90, digərisi 70 km/saat olan iki avtomobil eyni zamanda qarşı-qarşıya yola çıxıblar. Neçə saatdan sonra bu avtomobillər görüşər. Deməli 90 ilə 70-i toplayaraq sürətləri 160. 640-ı da 160-a bölərik. Nəticə olar 4 saat. Deməli 4 saat sonra görüşmüş olacaqlar. Bugünün izahımız bu qədər. Növbəti videoda görüşmək ümidilə. Sağ olun.